Yasamal rayon məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Akif Hacılının cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. İttihama görə hadisə 2026-cı ilin martın 4-də paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb. Belə ki, Beyləqan rayon sakini Akif Hacılı ilə həmkəndlisi olan zərərçəkmiş Nail Budaqov arasında mobil telefonla yüksək səslə danışma və qarşılıqlı nalayiq ifadələrin işlədilməsi səbəbindən mübahisə yaranıb. Şəxsi münasibətlərin pozulması zəminində baş vermiş münaqişə zamanı təqsirləndirilən şəxs qəsdən yumruqla zərərçəkmiş şəxsin ağız nahiyəsinə zərbə endirib. Nəticədə Nailə alt çənə nahiyəsində sağ və sol tərəfdən birinci dişlərin travmatik laxlaması, eləcə də selikli qışanın qansızması və əzilmiş yara kimi xəsarətlər yetirilib. Məhkəmə tibbi ekspertizasının rəyinə əsasən qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri kimi qiymətləndirilib. Hakim Anar Tanrıverdiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Akif Hacılı cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət təqibinə xitam verilib.